Həkim kimi uzun və çətin bir yol keçmisiniz. Maraqlıdır, bu yolda sizi daha çox nə müşayiət edib? Həyatın çətinlikləri, yoxsa şəfa verdiyiniz insanların minnətdarlığı? Təbii ki, mənim sırf həkimlik təcrübəm 17 ildir bugün. Ümumi tibbi təcrübəm isə 23 il hesab olunur. Sırf iş təcrübəm isə 20 ildir. Mən 3-cü, 4-cü kursdan tibb qardaşı vəzifəsində fəaliyyətə başladım. Təbii ki, həkimlikdə ümumiyyətlə belə deyək də, disiplinli adam, nizam intizamı olan adam bir qabağına hədəf qoyur. Bu hədəfin içində həkimlik qoyulubsa, o intizamlı adam o hədəfə aparan yolu sadəcə keçir. Təbii ki, yollar tam hamısı rahat olmur. Yolları bəzən özünü açırsan, bəzi yolları həkim və ya peşəkar mütəxəssis olmaq üçün, bəzi yolları hətta özünü açırsan, bəzi çətinlikləri, ölkə xaricində yaşayırsan, ailədən uzaq, bilmədiyin bir cəmiyyətdə, bilmədiyin bir dili öyrənmək məcburiyyətində qalırsan və bu tipli problemləri əgər biz maneə kimi saysaq, təbii ki, bunlar maneə deyil, bunlar keçilməsi mümkün olan, aşılması mümkün olan, aşılması mümkün olan bir, belə deyək də, gündəlik problemlərdir. Keçdiyimiz yol isə təbii ki, şərəflidir. Biz həkim olmaq üçün bir məqsəd qoymuşsan. Birinci, həkim olmaq üçün deyil, biz artıq həkim olmağı deyil, yaxşı həkim, daha yaxşı və ya keyfiyyətli bir mütəxəssis olmağı hədəf qoyuruq və bunun üçün indinin özündə də gündəlik mütailələr və belə deyək də, təhsilimizi də davam etdiririk. Həm bir həkim yaxşı səviyyədə qalması üçün həm öyrənməlidir, həm öyrətməlidir. İnsan öyrədərkən öyrənir. Əgər sən öyrətmirsənsə, sən öyrənmən də sənin öz inkişafın olmur. Bir həkim əgər öyrənməyi və öyrətməyi zəruri saymırsa, orada inkişafdan və dayanıqlılıqdan, keyfiyyətdən söhbət gedə bilməz. Mən də bugün pedaqoji fəaliyyətdə həm də davam edirəm, həm həkim yetişdirmək, tələbələri yönləndirmək tək həkimlik deyil, onların dünya görüşünə təsir eləmək, onların gələcək həkimlik fəaliyyətinə təsir eləmək, doğru seçimlərinə təsir eləmək. Özümüzün, məsələn, dediyiniz sualda belə bir nüans var. Biz elə bütün maneələri və çətinlikləri aşmışıqmı? Yox, bəzilərindən geri çəkilmişik. Bəzi maneələr bizi yolumuzu dəyişməyə vadar edib. Bəzi maneələr bizi geri salıb 6 ay, 1 il belə deyək də gecikmələrlə müəyyən bir nöqtəyə gəlmişik və bugün də biz öz tələbələrimizə, öz yetirmələrimizə bunları izah edirik ki, yəni bu hansı maneədən, nə cürə öz həyat təcrübəmizi də paylaşırıq.